Xaçmazda Konstitusiya və Suverenlik ili çərçivəsində rayon icra hakimiyyətinin və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan yurd yerimiz mövzusunda elmi-praktiki konfrans keçirilib. Öncə Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən videoçarx iştirakçılara nümayiş etdirilib. Konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan xalqının yaddaşında və milli şuurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Tarixi mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdumuzdur. Bugün Azərbaycanın şimal qapısı olan Xaçmaz rayonunda Qərbi Azərbaycan icması ilə Xaçmaz rayon icra hakimiyyətinin Qərbi Azərbaycan qədim yurt yerimiz mövzusunda elmi-praktik konfransı keçirilir. Bu konfrans Qərbi Azərbaycan icmasının regionlarda icra hakimiyyətlərindən bir yerdə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı keçirdiyi növbəti tədbirlərdən biridir və tədbirdən məqsədimiz tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrdə təbliği və Qərbi Azərbaycana qayıdış konsepsiyasının müddəalarının yerli ictimaiyyətə çatdırılmasıdır. Biz bu tədbirin bu qədər möhtəşəm şəkildə keçirilməsi üçün Xaçmaz rayon ictimaiyyətinə, Xaçmaz rayon icra hakimiyyətinə Qərbi Azərbaycan icmasının adından təşəkkür edirik və Qərbi Azərbaycan icmasının bu silsilədən olan tədbirləri növbəti rayonlarda davam eləyəcəkdir. Bir neçə gündən sonra biz belə bir möhtəşəm tədbirlərimizi Quba rayonunda və Şabran rayonunda keçirəcəyik. Elə hesab edirik ki, bugünkü bu tədbir də Qərbi Azərbaycana qayıdış yolunda irəliyə atılmış növbəti uğurlu addımlardan biri oldu. Həmçinin vurğulanıb ki, 44 günlük vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir. Tədbir çərçivəsində həmçinin Qərbi Azərbaycanın və Xaçmazın milli adət-ənənələrini əks etdirən sərgi və konsert proqramı keçirilib. Qeyd edək ki, bu tədbirdə Qərbi Azərbaycan icmasının regionlarda icra hakimiyyətləri ilə birgə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı keçirdiyi növbəti tədbirlərdən biridir. Tədbirin keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış ideyasını bölgələrdə təbliği, Qərbi Azərbaycana qayıdış konsepsiyasının yerli ictimaiyyətə çatdırılmasıdır. Bugünkü tədbir də Qərbi Azərbaycana qayıdış istiqamətində atılan uğurlu addımlardan biri oldu. Könül Kazımova, Xanlar Qaraca, bugün informasiya proqramı üçün.